Başlayalım sualların izahına. Deməli uşaqlar, burada bölmə var. Permütasiya 4 elementdən 4 bayaqlar dedim ki, 4-dən geriyə 4 dənə say deməkdir. 4, 3, 2, 1. Kəsr xətti ilə bölməni ifadə edəcəm. Permütasiya 4-dən 3 o demək ki, 4-dən geriyə 3 dənə say. 4, 3, 2. Baxın, 4, 3, 2-lər ixtisar gedəcək, cavab qalacaq. Burada 1. İkincidə 10 faktorialı gəlin birinci belə bir açıqlama verim sizə. 10 faktorial durub 10-dan geriyə saymaqdansa, elə bil ki, fikir verin bura. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1 yazmaqdansa, hazır 8-ə qədər olan yerə 8 faktorial deyəcəm. Bu çərçivəyə aldığım yerə. Çünki aşağıda 8 faktorial var. Bunların hamısını açmağa ehtiyac yoxdur. 10 faktorialda 10 ilə 9-u yazıram. Geridə qalan hissəyə 8 faktorial yazıram. Aşağıda da yenə var 8 faktorial. Vurulsun 2 faktorialın özü də 2 vurulsun 1 deməkdir. Bunlar gedəcək. 90 da bölürsən 2 cavab qalacaq burada 45. 4-dən 4 1 vermir. 4-dən 1 4 verəcək. Burada 1 olsa. 4-dən 3 geriyə 4-dən 3 dənə saymaq deməkdir. Permütasiya 4-dən 3, 4-dən geriyə 3 dənə saymaq deməkdir. Permütasiya 4-dən 4, 4-dən geriyə 4 dənə saymaq lazımdır. Gəldi indi. Aha. Burada uşaqlar çox olan kimdirsə onu azaltmaq lazımdır. Mən baxıram ki, m üstə gəlsin 1 var, bir də m var. Çox olan budur. Bu çoxdur. Deməli onu azaltmaq lazımdır. Birinci m faktorial yazıram. Çox olanda nə edirsiniz? Birinci özünü yazırsınız. Özündən sonra m üstə gəl 1-dən 1 azalında m qalır. Azaltdığının yanına faktorial qoyursan. Bərabərdir 5-də 1-ə. Bunlar gedəcəklər. Qaldı burada 1 bölünsün m üstə gəl 1, 1 bölünsün 5. Çarpaz vuranda m üstə gəl 1 bərabərdir 5-ə, m də bərabər olacaq 4-ə. İndi çoxun azaltma söhbəti nədir? Onu deyim təkrar. Buradan qıraqdan. Məsələn, yazıram m faktorial. Bir də var m üstə gəl 2 faktorial. İndi bunu azaltmalıyam. Kim çoxdur? M üstə gəlir ki, daha çoxdur. Deməli, mən M üstə gəlir 2-ni azaltmalıyam. M-mən nə işim var ki? M faktorial qaldı. M üstə gəlir 2-ni azaldanda, birinci M üstə gəlir 2, bundan birini azaldanda M üstə gəl 1, birini azaldanda M qaldı. Artıq mən yuxarıdakı M-ə bərabər bir şey tapdımsa, üstündə yanıram. Bunlar gedəcəklər. Cavab qalacaq 1 bölünsün M üstə gəl 2, M üstə gəl 1 şəklində. Yəni çox olan azaldırsınız, cavab öz avtomatik olaraq ortaya çıxacaq. 6 faktorialı mən yaza bilərəm. 6 vurulsun 5 faktorial. Çünki 6-dan geriyə 5 dənə saymaqdansa, yəni 1-dən 6-ya qədər saymaqdansa, 6-nı saxlayıram, 5 faktorial yazıram o hissəyə. Burada yazıram 5 faktorial. Aşağıdakı 7 faktorialı da belə yazıram. 7, 6, 5-ə çatanda arxa hissəsini 5 faktorial kimi götürürəm. İndi yuxarıda ortaq vuruq olaraq 5-in faktorialını çıxardıram. Qalacaq orada 6, üzərinə gəl 1. Məxrəcdə də 7 vur 6, vur 5 faktorial qaldı. Bu 5 faktoriallar gedəcək. Yuxarı mötərizənin 7, aşağıda 7 vurulsun 6. 7-lər də ixtisar gedəndən sonra cavab qalacaq. Burada 6-da 1. Aşağıda başqa açıqlamasını da yazıram. Bu niyə elə yazdığımı. Deməli 6 faktorial belə deməkdir. 6, 5, 4, 3, 2, 1 deməkdir. 5 faktorialda 5, 4, 3, 2, 1 deməkdir. Mən yuxarıda 5, 4, 3, 2, 1-i 5, 4, 3, 2, 1 görürəm. Bu onsuz da 5 faktorial deməkdir. Mən bunu bu boyda açmağımın nə mənası var axı? Ola bilər sənə gəldiyim imtahanda düşdü belə. 98, 99 faktorial üzərinə gəlinsin məsələni 97 faktorial bölünsün olsun məsələnin 100 faktorial. Deyir bunu hesabla. Sən durub birdən axıra qədər saymayacaqsan axı. 100-ə qədər gəlməyəcəksən axı. 99 faktorial belə yaza bilərsən ki, 98 yazın bura daha şey olsun. 99 faktorial uzaqbaşı belə yazıram. 99 bir dənə də 98 yanına faktorial qoyaram. Üzərinə gəl 98-in özü. Aşağıdakı 100-ü yazıram. 100, 99 artıq 98-ə çatanda yanına faktorial qoyacaqsan. Yuxarıdan 98 faktorialı çıxardacaqsan. Mötərizənin içində qalacaq 99 üzərinə gəl 1.
Aşağını da özünü köçürdürəm. 100, 99 və 98 faktorial. Bu ilə bu getdi. 99 da bir gəndə 100 eləyir. 100-lər də getsə cavab qalacaq 99-da 1. Yəni belə eləmək lazımdır. Da durub onu bir-bir açmaq hara gedib çıxacaq. Gəldi indi bura. Permutasiya 11-dən 11. Mən bayaqları yazmışdım sizə qayda kimi n-dən n, elə n faktorial deməkdir. İndi 11-dən 11, 11 faktorial deməkdir. 9-dan 9-da 9 faktorial deməkdir. İndi mən 11-i durub 1-dən 11-ə kimi yazmayacağım axı. 11-i yazıram. 11, 10, 9-a çatanda yanına faktorial qoyuram. Çünki aşağıdakına bərabər bir şey tapdım. Bu da 9 faktorial. Bunlar gedəcəklər. 11 ona vuranda 110 eləyəcək. Qurtardı, getdi. Deyir, çoxluğunun 4 elementli neçə alt çoxluğu var? 0-dan 9-a qədər 10 dənə rəqəm var. 10 dənə rəqəm var. Deməli, mənə 4 elementlilər lazımdır. Seçmə zamanı 10-dan 4 istifadə eləyəcək. Kombinizonun tapılma qaydası. 10-dan geriyə 4 dənə sayıram yuxarıda. 10, 9, 8, 7. 4 dənə rəqəm yazdım. Aşağıda 4-dən geriyə sayıram. 4, 3, 2, 1. Buradan 4 dəfə 2, 8 eləyir. Bundan aparıram. 3 ilə də 9 aparanda 3 qalır. Yuxarını bir-birinə vuranda 210 eləyəcək. Məxrəcəki 1 onsuz da yazılmır. Sonra gəldi indi bura. Qutuda 8 qırmızı, sözlə yazıram bura, qarışıq düşməsin. 6 ağ çiçək var. Buket düzəltmək üçün 3-ünü qırmızı seçmək lazımdır. 3 qırmızı, 2 dənə də ağ seçirəm. Mənə halların sayı lazım. Deməli, kombinizon 8-dən 3-ü götürməliyəm. Seçim edirəm axı. Axıra baxın, seçim kombinizondur. 8-dən 3-ünü seçirəm. Aşağıda isə 6-dan 2-sini seçirsiniz. 8-dən 3-ünü hesablayıram, 6-dan 2-sini hesablayıram, sonra bir-birinə vururam. 8-dən 3 hesablayanda 8-dən geri 3 dənə. 8, 7, 6. 3-dən də geri sayırıq. 3, 2, 1. 3 dəfə 2, 6 eləyir, 6-lar getdi. 8 dəfə 7 olacaq burada 56. İndi 6-dan 2 hesablayanda 6-dan geri 2 dənə sayıram. 6, 5. Aşağıda isə 2, 1. Bu da eləyəcək 15. Heç nə, 56-nı vuracaqsınız 15-ə. Cavab nə tapsınız onu yazacaqsınız. Gəldik bura. Deyir ki, silindir sözünün hərflərinin yerini dəyişməklə neçə fərqli söz yazmaq olar? Bu sözün mənası ola da bilər, olmaya da bilər. Fikir verdik bura. Bu getdi. Nə edirsiniz? Deməli, belə qayda var. Yuxarı həmişə bütün hərflərin sayını yazırsan. Bütün hərflər faktorialı. Aşağı isə təkrarın faktorialını. Təkrar faktorial. İndi bu nə deməkdir? Lapa sözü bura tam yazın, görünsün. Neçə hərf var? Sayıram burada. 1, 2, 3, 4, 5, 6, 7 hərf var. Deməli, yuxarı yazmalıyam 7 faktorial. Keçirəm məxrəcə. S hərfindən nə qədərdir? 1 dənə. Yazıram 1 faktorial. Vurulsun. İ hərfindən nə qədərdir? 2 dənə. Yazıram 2 faktorial. L hərfindən nə qədərdir? 1 dənə. Yazıram 1 faktorial. N hərfindən nə qədərdir? 1 dənə. Yazmalısan 1 faktorial. D-dan nə qədərdir? 1 dənə olacaq 1 faktorial. R-dan da bir dənə də olacaq 1 faktorial. Bu birləri onsuz da yazmağın mənası yoxdur. Elə belə göstərmək üçün yazmışam sizə. Deməli, bu birləri tulla qırağa lazım deyil. Qaldı 7 faktorial bölünsün 2 faktorial. Bu deməkdir 7-dən geri sayırsan. 7, 6, 5, 4, 3, 2, 1. Aşağıda isə 2-dən geri 2, 1. 2 birlər getdi. Bunlar bir-birinə vuranda mən deyəsən 7, 6, 5. Gözləyim bizə dəqiqə görüm. Rəqəmləri ilə yazdım ki, heç özüm də oxuyamadım. 7, 6, 5, 4. Düzəldi indi. Heç nə. Cavab qalacaq buradakı ifadə. Nə vurursan o. Bu getdi. Məsələn, deyək ki, gəlibdir məsələ sözü. Məsələ. Baxıram, məsələdən neçə hərf var? 1, 2, 3, 4, 5, 6 dənə. Yazarsan 6 faktorial. M-dan nə qədərdir? 1 dənə. Tulla qırağa. Ə-dən nə qədərdir? 3 dənə. Yazacaqsan 3 faktorial. S-dan nə qədərdir? Yoxdur başqası. L-dan yoxdur başqası. Bunu hesablayırsan. Bu deməkdir 6, 5, 4. 3-ə çatdım. 3 faktorial yazıram bura. Aşağıda 3 faktorial. Bunlar da getdi. Cavab eləyəcək 120. Bu şəkildə yazacaqsınız. Yəni, hər hərfdən nə qədərdirsə, məxrəcə yanına faktorial yazmaq lazımdır. İndi baxıram bu suala. Avtomobil sərgisində deməli, Hyundai-dir, Audi-dir, Opel-dir, Toyota-dır, Nissan-dır, Mitsubishi-dir. Bu markalı maşınlar verilibdir. Deyir, onları səhnədə yan-yana neçə fərqli şəkildə düzə bilərsən. İndi uşaqlar, mənə xüsusi bir seçim verdimi çərçivəyə salım? Yox.
Onda hərflər, maşınlar sayıram. 1, 2, 3, 4, 5, 6 maşın var deyə 6 faktorial olacaq. Cavab olacaq 720. Gəldim indi bura. N çıxılsın 1-dən 2 dənə geri sayıram. Deməli, birinci N çıx 1, bir dənə geri sayanda N çıx 2 olacaq. Bu getdi. Üzərinə gəl. N-dən 1 elə N-in özünü verirdi bizdə. Bərabər 26-ya. Mötərizəni vurub atsaq, N-i vurdum N-ə olacaq N kvadratı. N-i vurdum mənfi 2-yə oldu mənfi 2N. Mənfi 1-i vurdum N-ə olacaq mənfi 1N. Mənfi 1-i mənfi 2-yə vuranda müsbət 2 və plus N qaldı. Bərabər 26-ya. Buradan n kvadratı mənfi n müsbət n getdilər. Çıx 2n qaldı. 26-nı sola keçirəndə 2-dən 26 çıxanda mənfi 24 qaldı. Bərabər 0-a. Burada artıq V7 tətbiq eləmək lazımdır. Tənliyin köklərinin cəmi bərabər olmalıdır 2-yə. Əks işarə ilə nə yazırıq? Hasili isə bərabər olmalıdır mənfi 24-ə. Biz də buradan götürə bilərik 6 ilə mənfi 4-ü. Baxın, 6-dan 4-ün çıxanda 2 qalır. 6-nı mənfi 4-ə vuranda mənfi 24 edir. Bizə də mənfi götürə bilmərik deyə götürəcəyik buradan 6-nı. Deməli, cavab 6 olacaq. Gəldi indi bura. Deyir ki, necə? Bir də izah edin deməli bu. Nəyi başa düşmədim burada? Orada en sıx ikini hardan aldınız mənim? Nəriman, bu 2 nəyi göstərir? 2 addım geri Geriyə qayıtmaq. sayın. Deməli, n Bəli. çıx 1-dən 2 addım geri qayıtırsan. Birinci özüdür. Bundan bir dənə geri çıxanda n çıx 2 olur da. Yəni bildim mən. 3 o, orada 3 dənə hal olsa n çıx 3 olardı. 4 dənə olsa n çıx 4 olardı. Aydındırmı? Bəli. Aha. Gəldim indi bura. Deyir 9 nəfərli işçi heyətini hər birində bərabər sayda olmaqla neçə fərqli üsulla 3 qrupa bölmək olar. Mənim əlimdə 9 nəfərim var. 9 nəfərdə hamısı eyni adam olası deyil ki, fərqli-fərqli adamlardır. Məsələn, belə göstərim sizə görsəl olaraq. A, B, C, D, Y, F, M, N, K. Bunları yazdım. İndi bunları hərflərin yeri dəyişə bilər. Ha, fərqi yoxdur. Burada neçə dənə adam var? 9 dənə adam var. Ümumi halları yuxarı yazıram. 9 faktorial. Düşürəm aşağıya. İndi bunlar bir qrup düzəldiblər özlərində. Ona 3 faktorial deyirəm. Bunlar özlərinə bir qrup düzəldiblər. Bunlara 3 faktorial deyirəm. Bunlar da özlərinə bir qrup düzəldiblər. Bunlara da 3 faktorial deyirəm. Neçə çərçivə var burada? Bayaq çərçivə məsələsi işlətdim sizə. 3 dənə də çərçivə var deyə mən bura 3 faktorial yazmalıyam. Çərçivələri unutmayın heç vaxt. İstiyor bunu hesablasan cevabı tapacaqsan. Daha artıq bunu hesablamıram. Özünüz hesablayarsınız. 9-dan geriyə sayın, 3-dən də geriyə sayın, ixtisar edin, cavab nə tapsınız olur. Səhv eləmirəmsə 280 alınmalı cavab. Başa düşdünüz? Əsas mətləb başa düşdünüzmü? Bəli, müəllim. Ha, gəldim bura. Deməli deyir ki, çoxluğun elementlərindən istifadə etməklə cüt rəqəmlə başlayan, rəqəmləri təkrarlanmayan 4 rəqəmli. Bax, buradakı əsas lazım olan sənə bunun cüt rəqəmlə başlamasıdır və təkrarlana bilməyən olmasıdır. Təkrarlanmayacaq bu. Və mənə neçə rəqəm lazımdır? 4 rəqəmli ədəd lazım. Deməli, 4 dənə xananı götürürəm. 1, 2, 3, 4. Artıq bayaq yazdığımdan biraz fərqli sualdır bu. Çətini bura saxlamışdım. İndi uşaqlar, nə edəcəm? Cüt rəqəmlə başlamalı. Deməli, mən bura ancaq cüt halı yazmalıyam. Qoy bura yazıram. Cüt hal. Cütlər hansılardır burada? 2, 4, 6. 0-ı saymıram. Çünki birinci yerə 0-ın nə işi var? 3 dənə rəqəm var. Deməli, mən bura 3 hal yaza bilərəm. Məsələn, 6-nı istifadə eləmişəm. Artıq 6 oyundan çıxdı. Yerdə qaldı neçə rəqəm? Burada 7-yə qədər neçə dənədir? 8 dənə rəqəm var. Artıq bir dənəsi istifadə olundu. Əlimizdə neçəsi qaldı? 1, 2, 3, 4, 5, 6, 7-si qaldı. Burada 7 hal var. 7 hal. İndi baxıram nəyə? Məsələn, gətirdim 5-i də istifadə elədim. Əlimdə qaldı 6 hal. Axı, cümlənin axırını oxumamışam. Üzrü sayın. Bir dənə gözləyin görüm. Cümlənin axırında başqa bir şey deyil axı. Gözləyin, gözləyin. Cümlənin axırında mənə deyir ki, tək ədəd. Bu faktoru qaçırtmışam buradan. Ümumi ədədlərə getmişəm. Tək ədəd deyirsə sonuna da mən tək ədədləri yaza bilərəm. İndi birinci hala gəldi nələr? Cütlər. Cütləri saydıq mı? 2, 4, 6. Üstünə hal axıra əvvələ getdi. Təkləri sayaq indi. Təklərimiz kimlərdir? 1,
3, 5, 7. 4 tane də hal bura getdi. 4 hal. İndi məsələn, mən bir dənə istifadə eləmişəm buradan 6-nı əvvələ, 7-ni sona. 2 rəqəm getdi əlimdən. Yerdə qaldı neçə hal burada? 1, 2, 3, 4, 5, 6 dənə. Deməli, bura 6 hal gedəcək. Birini sil ortalıqdan. Qaldı əlində 5 dənə hal. Əvvəllə axırı tapandan sonra yerdəkiləri azalda-azalda ortaya yazın. Bunları bir-birinə vurarsan cavab olacaq. Neçə eləyir? 18 vurulsun 20 olacaq 360. Qutardı getdi. Cümlənin hamısını bir-bir oxumaq lazımdır. Mən kimi arada unutmayın cümləni. Bu aydın oldu mu? Bəli, müəllim. Görüm ondan yenə olmalıdır. Birinci olaraq baxaq qurtaraq, sonra qayıdaram digər məsələlərə. İndi baxın bura. Deyir rəqəmləri fərqli neçə 3 rəqəmlə də düzəltmək olar. Deməli 3 rəqəmli deyirsə 3 dənə xana yazıram. 1, 2, 3. İndi rəqəmləri fərqli deyirsə, deməli hər rəqəmi bir dəfə istifadə edə bilərəm. 6 dənə rəqəm var. Bura üçün 6 hal var. Məsələn 4-ü istifadə eləmişəm. Yerdə qaldı 5 dənə halımız. Məsələn tutalım 3 istifadə eləmişəm. Yerdə qaldı 4 dənə halımız. Qurtardı getdi. Eləyəcək 120. Gəlirəm indi bura. Təkrarlanmamaqla. Yəni təkrar olmasın. Nə lazımdır mənə? 5 rəqəmli lazımdır. Deməli 5 dənə xanadan istifadə eləməliyəm. 1, 2, 3, 4. Bu da 5-ci xanamız. Bunları yazdım. Arada vurma var. İndi birinci yerə nə yaza bilərəm? Neçə dənə rəqəm var burada? 5 dənə rəqəm var. 1, 2, 3, 4, 5. Birinci yer üçün 5 dənə halımız var. Məsələn, 6-nı istifadə eləmişəm. İkinci yerə qaldı mənim 4 halım. Məsələn, 8-i istifadə eləmişəm. Üçüncü yerə 3 halım qaldı. Məsələn, 4-ü istifadə eləmişəm. Bura 2 hal qaldı. Məsələn, 1-i istifadə eləmişəm. Sona isə 1 hal qaldı. Qutardı getdi. Bir-birindən vur, cavab eləyəcək 120. Gəldi, indi baxaq görək ondan başqa varmı? Deyəsən, başqa rəqəm düzəltmə yoxdur. Hə, burada var. Deyir, rəqəmləri təkrar etməməklə neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar? 3 rəqəmli. İndi baxıram. 1, 2, 3. Məsələn, 5 istifadə eləmişəmsə, burada 3 hal var. Buraya yazıram 3 hal. Məsələn, 5 istifadə elədim. Qaldı bura üçün 2 hal. Ən son üçün 1 hal. Cavab olacaq 6. Məncə başqa rəqəmlərlə bağlı sual qalmamalıdır burada. Yoxdur. İndi qayıdaq buradan əvvəlki suallarımıza. Təkrar etməklə desə hamısına 5, 5, 5, 3, 3, 3 eyni şeyi dolduraram gedər. Gəldi indi bura. Gəldik deməli nə məsələsinə şəkil çəkdirməyə. Deməli Emin, Rəşad, Yusif, Ziya, Əli, Bilal və Murad bir sırada durub şəkil çəkdirirlər. Kim olsun yanaşı? Əli, Yusif və Bilal yan-yana olmaq şərtindən neçə mümkün şəkil çəkdirilə bilər? Deməli mən bura Yusifi, Əlini, Bilalı yazdım, bir çərçivəyə saldım, getdilər bunları. Kimlər qaldı qıraqda? Emin, Rəşad, sonra Ziya, bir də Murad. Onları da yazdım bura. İndi bunların da hər biri bir çərçivədir özləri üçün. Ümumi neçə çərçivə var burada sayıram? 1, 2, 3, 4, 5 dənə çərçivə var. Mən bura yazıram 5 faktorial. Birinci çərçivənin içində də 3 nəfər var deyə mən bura 3 faktorial yazıram. Deməli cavabımız olacaq 3 faktorial vurulsun 5 faktorial. Ya variantda bu şəkildə saxlayırlar uşaqlar, ya da hesablayırlar. 3 faktorialı 6 eləyəcək, 5 faktorialı 120. Hasil də eləyəcək 720. Qutardı getdi. Şəkillə bağlı bu idi məncə, başqa yox idi. Bir sinifdə 26 nəfər şagird var. Bu şagirdlərdən 2 növbətçi neçə üsulla seçə bilərsən? 2 nəfər seçirsən də, kim mən? 26 nəfərdən. Deməli 26 nəfərdən 2 yazırsan. Qutardı. Yuxarıda 26-dan geri 2 dənə sayırsan. 26, 25. Aşağıda 2-dən geriyə sayırsan. 2 vurulsun 1. Bu da 26 ilə 2-ni ixtisar etsək 13 vurulsun 25. Cavab nə qalsa onu yazacaqsınız. Vaxt öldürmürəm ona. Gəldi indi bura. Yuxarıda sual qalmadı ki. Məncə qalmadı. Aha. Qutuda müəyyən sayda ağ. Ağların sayı nə qədərdir? Bilmirik. Yazıram x. 325 eləyir buranda. Yazıram buraya 325. Sağ olun. Qutuda müəyyən sayda ağ. Sonra qara rəngi 3 dənədir. Qara bərabərdir 3. Və sarı da 5 dənədir. Sarı bərabərdir 5.
Bir çıxarılan iki kürəciyin. Deməli, seçimimiz kimləndir? Seçim zamanı 2 dənə lazımdır bizə. Seçim 2 dənədir. Eyni rəng olsun deyir. Eyni rəng. Mən nə bilim indi bu nə çıxardı? Bilmədiyimə görə bütün hallara baxmalıyam. Yəni, ağdan da ikisi çıxmalıdır. Bəlkə bu deyildi. Və ya qaradan da ikisi çıxmalıdır. Bəlkə bu da deyildi. Onda sarıdan da ikisi çıxmalıydı. Hər hansı biri idi. Bu halların sayı 41 dənədir. Bu tənliyi həll etmək lazımdır. İndi baxıram. Kombinizon x-dən 2 belə idi də. X-dən geri 2 dənə sayırdım. X, birini azaldıram, x çıx 1. Məxrəcdə isə 2-dən geri sayanda 2-nin özü eləyəcək. Üzərinə gəl. 3-dən 2-ni sayanda 3-dən geriyə 3, 2, məxrəcə 2-ni yazıram. Plus 5-dən geri sayanda 2 dənə sayıram. 5, 4, məxrəcə 2-nin özünü yazıram. Bərabər 41-ə. Burada qalacaq x, x çıx 1 bölünsün 2. Üzərinə gəl. Buradan 2-lər getsə 3. Üzərinə gəl. Bu da hesablayanda 10 bərabərdir 41-ə. Davamını buradan baxsam. X çıx 1 bölünsün 2 bərabərdir. Bu 13 eləyir. 41-dən də elə bil 13-ünü çıxırsınız. Qalır orada 28. Buradan da x vurulsun, x çıxılsın 1 bərabərdir 56-ya. Vurma cədvəlindən də bilirəm ki, yanaşı ədədləri vuranda 56 eləyən 8-dən 7-dir. Deməli, x-in yerində 8 durmalıdır. Baxın, 8-i buraya yazanda 8, mörtəzənin içindən 7 alınır. 8 dəfə 7 56 eləyir. Deməli, ağların sayı 8 dənə oldu. Gəldik bura. Nə lazımdır bizə? 4 bucaqlı düzəltmək istəyirəm, uşaqlar. Mən 4 bucaqlı düzəltmək üçün sizcə buradan 3 nöqtə götürüb, yuxarıdan birini götürüb bunları birləşdirə bilərəmmi? Yox. A, 3 bucaq alındı. Deməli, bu deyil. Heç o da alınmırdı. 3 nöqtə götürənmədim də. Deməli, ondan uzaq başı yuxarıdan ikisini götürərəm, aşağıdan da ikisini götürərəm ki, bunları birləşdireyim, 4 bucaqlı alınsın. Gördünüzmü? Deməli, onda yuxarıdan da 2-ni seçmək lazımdır, 2 dənə. Aşağıdan da 2 dənə seçmək lazımdır. Onda yuxarıdan neçə dənə rəqəm var, nöqtə var? 1, 2, 3, 4, 5, 6 dənə. Olacaq onda yuxarıdakı kombinizon 6-dan 2. Aşağıda 1, 2, 3, 4 dənədir. Burada olacaq 4-dən 2. Deməli, ayrıca hesablayıram birinci kombinizon 6-dan 2-ni. Hesablama qaydası belə idi. Yuxarıda 6-dan geriyə 2 dənə sayıram. 6, 5. Aşağıda isə 2-dən geriyə sayıram. 2, 1. Bu mənə verəcək 15. Sonra ikinci kombinizon 4-dən 2-ni hesablayıram. Bu mənə verəcək 4-dən geri 2 dənə sayıram. 4, 3. Aşağıda isə 2-dən geri sayıram. 2, 1. Bu da mənə verəcək 6. Aldığım cavabları bir-birinə vururam. 15-i də vuracaqsan 6-ya eləyəcək 90 dənə halımız var. Çevrə üzərində nöqtələr qeyd olunmuşdu. Deməli, nə deyir mənə? Təpələrindən ikisi A, B-dədir. Deməli, uşaqlar, mənə lazımdır 5 bucaqlı çəkim. Düzdürmü? Gəlin, birinci şəkli sizə göstərim. Şəkillə olanda daha yaxşı görünür. Deməli, hərfləri düzdürəm bura. A, B, C, D, Y, F, bir də H. Deyir ki, təpələrindən ikisi A ilə B-dədir. Hazır ikisini verib. Yəni, deyir, bunlarla sənin nə işin var? Hazır mən ikisini vermişəm də. Yerdə neçə nöqtə qaldı? 5 bucaqlı 2 nöqtəsi əlimizdə var. Yerdə qaldı 3 nöqtə seçməliyəm mən. İkisini hazır verib mənə yerdə qaldı 3 nöqtə. 3 nöqtəni kimə seçməliyəm? C, D, Y, F, H-dan. Neçə hərf qaldı burada? 2, 4, 5 hərf qaldı. Deməli, mən yerdə qalan 3 nöqtəni 5 dənəsinə seçməliyəm. Olacaq 5-dən 3. Bu da eləyəcək. 5-dən geri 3 dənə. 5, 4, 3. Aşağıda isə 3-dən geriyə 3, 2, 1. Bu da mənə verəcək. Bunlar getsə cavab qalacaq 10. Sonra 6 fərqli riyaziyyat, 3 fərqli kimya və 7 dənə fərqli fizika dərsliyi ilə müxtəlif fənnə aid olan 3 kitabı neçə üsulla seçmək olar? Deməli, uşaqlar, mənə 3 kitab lazımdır. Hər kitabdan deməli müxtəlif olsun deyə ən azından birini seçməliyəm. Deməli, riyaziyyatdan da biri seçilməlidir, kimyadan da biri seçilməlidir, fizikadan da biri seçilməlidir və halların sayı arada vurulmalıdır. 6-dan 1 ilə 6 eləyəcək, 3-dən 1 3 eləyəcək, 7-dən 1 də 7 eləyəcək. Ay, nə idi? 3 eləyəcək, 7-dən 1 də 7 eləyəcək. Bu da hesablayanda 21 vur 6, 126 halımız var burada. Sonra bunu yazdıq, gəldik bu hissəyə. Deməli, bunu necə hesablayacağıq biz? Bayaqları mən sizə birinci düstur yazmışdım. İndi hərflə verib deyə düsturu yazacağım.
Birinci bizə bir dənə taktika verin bununla bağlı. Belə suallar yazılıya düşməyəcək. Açıq suallara uzaq başı düşür ya da qapalı suallara. Taktikamız ondan ibarətdir ki, burada verilən ədədləri faktorialı bir-birinə bölün. Yəni, yuxarıda 10 faktorial, 8 də götürün, bunu mərkəzdən yazın. 8 faktorial. Bunu hesablasaq cavab çıxacaq. İsbat eləyəcəm sizə indi. Yuxarıda yazıram 8 faktorial, 9 dan 10-da qalsın qıraqda. Aşağıda 8 faktorial. Bunlar getdi, cavab elədi 90. İndi gəlin bunun isbatına baxaq necə olacaq. Permütasiyanın qaydası belədir. N elementdən m-i yazanda yuxarı n faktorial yazırlar, aşağı n çıxılsın m faktorial yazırlar. Bu qaydanı tətbiq eləsəm, yuxarı mən n-i yazıram, aşağı isə n-dən n çıx 8-i çıxmalıyam. N çıxılsın 8, qabaqda mənfi var deyə plus 8 olacaq. Burada faktorial. Bu bərabərdir. N faktorial, n-lər getdilər, qaldı 8. Məxrəcə keçirəm. Bu yuxarıda sürətin qiyməti də bu. 10 faktorial da burada yanında var idi. Gəldi indi bura. 8-in yanında faktorial yazmamışım mən. Mörtəziyalın faktorial. Bir də məxrəcə baxıram. Permütasiya n-dən n-də elə n faktorial idi uşaqlar. Bunlar da getdilər. Deməli sürətdə 10 faktorial qaldı. Məxrəcdə 8 faktorial qaldı. Doğrudan da gördünüzmü? Yuxarıda dediyim alındı. Qutardı getdi. Yaxşı, gəldik bura. Belə misallarda n plus 2, n plus 2 eyni şeydir deyə mən buraya yazmalıyam n plus 2-nin faktorialı. Eyni olanda belə yazmaq lazımdır. Aşağıda n plus 1 deyə n plus 1-in faktorialı bərabər 4n çıxılsın 7-yə. İndi uşaqlar, çox olanı azaldacaqsınız. N plus 2 daha çox. Deməli, onu azaltmalıyam. N plus 2-nin özünü yazıram. Bir addım geri azaldanda n plus 1 qalacaq burada. Yanına faktorial yazıram. Aşağını da özünü köçürürəm. N üstə gəl 1 faktorial. Bərabərdir 4n çıxılsın 7-yə. Bu ilə bu ixtisar geçsə qalacaq belə. N üzərinə gəl 2 bərabərdir 4n çıxılsın 7. Adicə tənlikdir. N'lər bir tərəfə yazsam n çıx 4n bərabər mənfi 7 çıxılsın 2. Mənfi 3n bərabər mənfi 9-a. N də bərabər oldu müsbət 3-ə. Qutardı, getdi. Gəldim bura. 11-ci sinif şagirdləri bir-birləri ilə fotoşəkillərini dəyişirlər. Dəyişmək üçün 870 fotoşəkil lazım olduğunu bilərək şagirdlərin sayını tapın. Ümumiyyətlə, fotoşəkil sualı görəndə bilin ki, qayda n vurulsun, n çıxılsın 1 şəklində olmalıdır. Çünki sən öz şəklini, məsələn, mən şəklimi Nərmana verirəm, Nərman da şəklini mənə verir. Biz bir-birimizdən dəyişmiş olduq. Məsələn, gedirəm, mən şəklimi Zülfüqarla, Zülfüqar da mənlə dəyişir. Yəni, mən həm özüm başqa adamman, bir də başqa adamman. Yəni, bir adam bir neçə dəfə istifadə olduğuna görə n vurun, n çıx 1 yazıram. Onda olacaq, n vurulsun, n çıxılsın 1 bərabərdir 870-ə. Burada n-in qiymətini tapmaq üçün nə etmək lazımdır? 870-in nəyə vursam ala bilərəm? İndi mən şifahi deyə bilirəm, siz deyə bilməsəz, o artıq nə etmək lazımdır? Vuruqları ayırsın. 870-i belə yazıram. 87 vurulsun 10. 87-ni nə yaza bilərəm? 3 vurulsun 29. Bir də 10 qaldı. Hə, bunları birləşdirin. Olacaq 30-dan 29. Deməli, n-in yerinə 30 yazsam, mörtəzənin içində 29 alınacaq. Deməli, n 30 oldu. Sinifdə 30 nəfər şagird var deməli. Gəldik bura. Hər qutuya ən çox bir dənə məktub atmaqla 3 müxtəlif məktubu 9 post qutusuna neçə üsulla atmaq olar? Deməli, uşaqlar, 9 dənə post qutusumuz var. Bu 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Əlimdə mənim 3 dənə məktubum var. 3 dənə müxtəlif məktub var. A məktubu olsun, B məktubu olsun, C məktubu olsun. Hər qutuya da ən çox bir dənə ata bilərəm. Birincini bura atmışamsa, qayda bu məktubu bura ata bilmərəm başqasını. Birinci qutuya bir dənə məktub qoya bilərəm. Məsələn, A məktubunu atmağı yer axtarıram. A məktubunu gətirirsən, ürəyin istəyənə tullaya bilərsən. Məsələn, tullayıram bura. Bunun üçün neçə hal var A məktubu üçün? A məktubu üçün 9 dənə hal var. Ürəyim istəyən bir posta gətirəcəm, tullayacam. Deməli, A üçün 9 dənə halımız var. Gəlirəm, məsələn, A-nı bura yerləşdirdim. Artıq o birlə bu dolub, bura mən başqa məktub qoya bilmərəm. Yerdə qaldı burada 8 dənə post qutumuz qaldı. B məktubunu götürürəm. B-ni aparıram, burada fırlayıram. Ürəyim hansını istəyir atıram. Məsələn, B üçün 8 dənə yer var. Deməli, B-nin gedə biləcəyi 8 dənə yer qalıb. B-ni də məsələn tulladım bura. Yerdə qaldı artıq 7 dənə boş postumuz qalıb. C üçün də 7 dənə halı var. Qurtardı getdi. Bunları bir-birinə vuracaqsınız. 9 vur 8 vurulsun 7. Cavab neçə eləsə onu yazacaqsınız. Hesablamıram. Gəldi indi bura. Bərabərliyi ödəyən n ədədi üçün n ədədini tapın deyir.
Uşaqlar, bu qabaqdakı 2 vurulsun var. O qaldı öz yerində. Mən nə etməliyəm? N-dən geri 2 dənə sayıram. N, bir dənə sayanda N çıxılsın 1. Üzərinə gəl 72. Bərabərdir. Burada isə 2N-dən geriyə 2 dənə saymalıyam. Birinci 2N-i yazıram. Bir dənə geri çıxanda 2N çıxılsın 1 olacaq. Mörtəzləri vurub atsam 2N-i N-ə vuranda 2N kvadratı. 2N-i 1-ə vuranda mənfi 2N. Plus 72 bərabər 2N-i 2N-ə vuranda 4N kvadratı. 2N-i mənfi 1-ə vuranda mənfi 2N. Hər tərəfdə mənfi 2N var. Bunları attım. Qaldı burada 4N kvadratı. Bərabərdir 2N kvadratı. Üzərinə gəl 72. 4N kvadratından 2N kvadrat çıxanda qalacaq burada 2N kvadratı. Bərabər 72-yə. N kvadrat da bərabər 72-ni 2-yə böləndə qalacaq 36. Bu da 6-nın kvadratı deyə N bərabər 6 olmuş olacaq. Tənliyi həll eləyin deyir. Deməli, nə edəcəyik burada? X çıx 1-dən 2 addım geri qayıdıram. Deməli, birinci X çıx 1-dir. Bir adımda qaydanda olacaq X çıx 2. Bu bitdi. Bərabərdir X çıx 1-ə. İndi nə edəcəm? Bu X çıx 1-i sola aparacam. X çıx 1, X çıx 2, minus X çıx 1. Bərabər 0 qaldı. Nə etməliyəm uşaqlar? X çıx 1 ortaq qruqdur. Çıxardıram mötərizənin xaricinə. Qalır mötərizədə X çıx 2 və çıx 1. Bərabər 0-a. Alındı buradan x çıx 1, x çıx 3 bərabər 0. Hər ikisini ayrılıqda 0-a bərabər edirəm. X çıx 1 bərabər 0-a, x bərabər 1-ə. X çıx 3 bərabər 0-a, x də bərabər 3-ə. Mən x-in yerinə burada 1 yazanmaram. 1 çıx 1 0 eləyir. Heç 0 elementdən 2 olarmı? Olmaz. Deməli, bunu tulla. Əlimdə qaldı. Cavab olaraq 3. Sonra dəyirmi masa ətrafında əyləşmənin üsulu n çıxılsın 1-dir. Bunu unutmayın. Dəyirmi stolun qaydası belədir. N çıxılsın 1 faktorial. Gəlin qiymətləri yerinə yazaq. Neçə nəfərdir? 6 nəfər. Onda yazıram 6 çıxılsın 1 faktorial. Yəni 5 faktorial olacaq 120 üsul. Baxıram indi bura. Qutuda 5 dənə ağ, 6 dənə qara və 4 dənə də sarı kürəcik var. Bir yalnız 3'ü ağ. Bilirəm ki 3 dənəsi ağdır. Burada deməli 5 dənəsindən 3 seçiləcək. Kombinizon 5-dən 3. Olmaqla 4 dənə seçməliyəm. 3'ünü seçmişəm, qaldı əlimdə biri. Mən nə bilim o birini bu qaradan seçəcəklər, yoxsa sarıdan seçəcəklər. Ona görə ya bundan seçəcəklər, ya da bundan seçəcəklər. Ya söhbəti varsa bunları toplamaq lazımdır. Və məntiqlə fikirləşin. Ya qara seçməliyəm, ya sarı seçməliyəm. Ortaya özüm yanı qoya bildim. Onda nə etməliyəm? Cavab olacaq belə. Kombinizon 5-dən 3 vurulsun, buradakı cavab olmalıdır. Yəni ya 6-dan 1-dir, ya da 4-dən 1-dir. Küçük qutardı, getdi. Hesablayıram. 5-dən 3 hesablayanda 5-dən geri 3-dən sayıram. 5, 4, 3. Aşağıda 3-dən geri sayıram. 3, 2. Mötərizənin içində uşaqlar. 6-dan 1 ilə 6 eləyəcək. 4-dən 1 də 4 eləyəcək. Bu da bərabərdir. 3 ilə 3 getdi. 2 ilə 4 getsə 2 qalır. 5-i 2-yə vururam. 10. Mötərizənin içində 10. Hasil eləyəcək 100.